Gide Maupassant, kiçik çəllək. Eprevildə yerləşən meyxananın sahibi Şiko dayı öz iki təkərli arabasını Magloire bibinin ferması önündə saxladı. Bu 40 yaşlı, hündür, sağlam, qırmızı sifət, yekə qarınlı bir kişi idi. Üzündən biclik yağırdı. Darvazadakı dirəyə atı bağladı və həyətə daxil oldu. Onun ərazisi qoca qarının ferması ilə kəsişirdi və o çoxdan bura göz qoymuşdu. 20 dəfədən artıq Magloire bibidən buranı almaq istəmişdi, lakin bibi qəti surətdə buna etiraz etmişdi. "Burada doğulmuşam, elə burada da öləcəyəm," demişdi. Qadını qapı önündə kartof təmizlədiyi vəziyyətdə tapdı. 72 yaşı olan qurumuş, qırışıqlı, qozbel qoca qarı lap gənc qız kimi şux hərəkətli idi. Şiko dostcasına əlini qadının belinə vurub yanındakı toberetdə əyləşdi. "Necəsiz anacım? Sərhəddiniz necədir?" "Pis deyiləm kirvə. Proster, bəs siz özünüz necəsiz?" "Mən də pis deyiləm. Əgər revmatizm olmasaydı, lap yaxşı olardım." "Hə? Lap yaxşı." Qadın sustu. Şiko onun necə işləməsinə nəzər saldı. Əyilmiş, düyünlü, sərt, lap xərçəngə bənzər barmaqları ilə kartofu tutub, o biri əlindəki iti bıçaqla onun qabığını lay-lay soyurdu. Təmizlənmiş sarı kartofu qoca qarı vedrəyə atırdı. 3 həyasız toyuq bir-birinin ardınca gəlib, yerə düşmüş qabıqları düz qoca qarının yubkasının yanında götürüb, dimdiklərində ov tuturmuş kimi qaçıb gedirdilər. Şiko hiss edirdi ki, heç də yaxşı deyil. Onu nəsə bir şey həyəcanlandırmışdı və kəlmələr dilindən çıxmırdı. Və budur o, özünə inamlı bir şəkildə "Magloire bibi, deyin görək." "Nə deyim?" "Ferma haqqında soruşacaqdım. Fermanı satmağa qərar verdinizmi?" "Xeyr, bunu istəmirəm. Hətta buna ümid belə etməyin. Mən cavabımı vermişəm. Bir daha buna qayıtmayaq." "Mən elə bir üsul bilirəm ki, sizə də, mənə də bundan xeyir gələcək." "Necə yəni?" "Siz mənə fermanı satırsınız, lakin ferma yenə sizinki sayılır." "Anlamadım. Necə yəni?" "Deməli belə, dinləyin, qulaq asın." Qadın kartofu təmizləməyi durdurdu. Onun qırışmış göz qapaqları altındakı gözləri meyxanaçıya yönəldi. Adam davam etdi. "İndi başa salaram. Hər ay mən sizə 50 frank verəcəm. Anladınızmı? Hər ay gəlib 100 su ilə 30 EQ verəcəm." Frank, EQ, su. Fransada pul vahididir. "Və sizdən heç nə istəməyəcəm. Hər şey əvvəlki kimi qalacaq. Özünüz üçün fermanızda yaşayacaqsınız. Heç nəyi vecinizə almayacaqsınız və mənə heç nə borclu deyilsiniz. Bir işiniz olacaq. O da məndən pul götürmək. Necədir? Bu sizə yarayırmı?" Şiko şən və mehriban üzlə ona baxdı. Qoca qarı isə bunun ona tələ olduğunu düşünərək adama şübhəli baxışlarla baxırdı. "Mənə bu xeyirlidir. Amma bəs sizə fermadan bundan nə xeyir gələcək ki?" Şiko cavab verdi. "Buna görə narahat olmayın. Allah Taala sizə nə qədər ömür veribsə, öz evinizdə, fermanızda qalarsınız, yaşayarsınız. Yalnız notariusda bir kağız yazıb qoyun ki, vəfatınızdan sonra ferma mənə keçəcək. Sizin övladınız yoxdur. Yalnız qardaş uşaqlarınız var. Onları da hesaba almaq olmaz. Nədir bibi? Bu sizə yarayırmı? Hər şey ölənə qədər əvvəlki kimi olacaq. Mənsə sizə hər ay 30 EQ verəcəm. 100 su ilə 30 EQ. Bu sizə xeyirlidir."
Qoca qarı təşviş içində idi. Lakin vəsvəsəyə getdi. Mən boyun qaçırmıram. Amma biraz düşünüb daşınmaq lazımdır. Gələn həftə gəl söhbət edək. O zaman nə düşündüyümü sizə deyərəm. Və Şiko böyük bir imperiyaya qalib gəlmiş padşah kimi oradan çıxıb getdi. Magloire qarını fikir bürüdü. Bütün gecə gözünü belə yummadı. Düz 4 gün tərəddüdlər ona əzab verdi. Qadın nəsə xoş olmayan, pis bir şey hiss etmişdi. Lakin ayda 30 EQ haqda düşüncələr, hansı pullar ki, sanki göydən onun önlüyünün cibinə xoş bir cingilti ilə tökülürlər. Bax bu xəyallar ona rahatlıq vermirdi. Və budur, qadın notariusun yanına gedib ona öz işini danışdı. Adam qadına Şikonun bu təklifinə razı olmasını məsləhət gördü. Lakin 30 EQ deyil, 50 EQ istəməsini ona bildirdi. Çünki ferma ən azı 60.000 frank qiymətinə idi. Əgər siz bundan sonra 15 il yaşasanız belə, o adam yalnız pulun 45.000 frankını ödəmiş olacaq. Ayda 50 EQ duyan qoca qarının ürəyi bərk döyünməyə başladı. Lakin nəsə bir hilənin olacağından qorxaraq notariusun yanında gecəyə qədər oturub çoxlu suallar verdi. Sonda notariusdan sənədi tərtib edilməsini xahiş etdi və evə başı dumanlı bir vəziyyətdə döndü. Sanki yeni çəkilmiş cavan şərab içmişdi. Şiko cavabın ardınca gələn zaman qadın təkidlə bildirdi ki, fermasını satmaq istəmir. Özlüyündə isə qorxurdu ki, adam 50 EQ-ya razı olmayacaq. Şiko qadının son cavabını soruşanda Magloire bibi öz tələbini ona söyləməli oldu. Meyxanaçı yerindən sıçradı və bununla razılaşmadı. Bu zaman qoca qarı onu sakitləşdirmək üçün anlattı ki, çox yaşayan deyil. Yəqin ki, 5-6 ildən çox yaşamaram. Axı 73 yaşım var. Həm də getdikcə zəifləyirəm. Lap bu yaxınlarda gecə az qalmışdı ölüm. Bütün içəlatım burulurdu, ağrıyırdı. Yatağa güclə özümü çatdırdım. Lakin Şiko onun dediklərini qəbul etmirdi. Yaxşı görək, yalan söyləməyin. Siz palıd ağacı kimi möhkəmsiz. 110 yaşına qədər yaşayarsınız. Yəqin ölməyib məni belə bastıracaqsınız. Bütün günü mübahisə etdilər. Qoca qarı öz dediyindən geri çəkilmirdi və meyxanaçı onun təklifinə razı olmalı oldu. Səhərsi gün onlar sənədə imza atdılar və Magloire bibi şirinlik kimi 10 EQ-sünü öncədən istədi. 3 il keçdi. Fermanın sahibəsi özünü əla, çox yaxşı hiss edirdi. Qadın heç də yaşlanmamışdı. Şiko isə ümidsizdi. Ona elə gəlirdi ki, artıq bir əbədiyyətə qədər qadına pul ödəyir. Onu qarət edirlər, müflis etməyə çalışırlar, onu alladırlar. O zaman zaman qoca qarının yanına gəlirdi. Lap necə ki, iyul ayında çölə gəlib buğdanın yetişib yetişməməsini yoxlayırmış kimi bunu edirdi. Magloire bibi onu bic sifətlə qarşılayırdı. Sanki qadın Şikonun başına bu işi açdığı üçün sevinirdi, onunla məzələnirdi. Və Şiko öz 2 təkərli arabasından cəld düşən zaman donquldanırdı. Qoca kaftar, sən nə zaman gəbərəcəksən? Adam necə olacağını bilmirdi. Qoca qarını boğmaq istəyirdi.
müflis olunmuş kəndçi kimi vəhşi bir nifrətlə qadına baxırdı. O, nə tədbir görə biləcəyi haqda düşünürdü. Bir dəfə Magluar bibigilə əllərini ovuşduraraq sevinclə gəldi. Sanki ona yeni sövdələşmə təklif edəcəkdi. Bir neçə dəqiqə oradan-buradan söhbət etdi. Sonda soruşdu. Bibican, bir deyin görüm, Previlə gələndə niyə bizə baş çəkmirsiniz? Camaat dedikodu edir. Deyir ki, güya aramız deyib. Güya sizinlə küsük. Bu mənim ürəyimcə deyil. Özünüz də bilirsiniz ki, gəlsəniz heç nəyə görə pul ödəməli olmayacaqsınız. Simiclik etməyib sizə gözəl nahar ikram edərəm. Əgər həvəsiniz olsa gəlin, utanmayın. Gəlsəniz məni sevindirərsiniz. Magluar bibi təklifin təkrarlanmasına imkan vermədi və bir gün sonra bir atlı arabası ilə fəhləsi Selentinlə bazara getdikdən sonra Şikogilə döndü. Atı dövlədə qoyub meyxanaçıya ona söz verdiyi naharı ondan istədi. Şiko onu ürək dolusu, lap hörmətli müsafirə layiq qarşıladı. Cücə, qaraciyərdən ona qallı kalbasa, qızardılmış qoyun əti və piylə bişən kələm ikram etdi. Lakin qoca qarı demək olar yemək yemədi. Qadın uşaqlıqdan az yeməyə alışmışdı və həmişə biraz çörəklə yağ yeyib doyurdu. Boş yerə Şiko ona belə təmtəraqlı nahar ikram etdi. Qadın heç nə içmədi, hətta qəhvə belə istəmədi. Şiko soruşdu. Bəlkə bir qədər şərab içəsiz? Əlbəttə, imtina etmərəm, içərəm, qadın dedi. Adam meyxana boyu qışqırdı. Rozali! Üzüm şərabı gətir, ən tünd, çox tünd olanından. Və qulluqçu üzərində kağızda üzüm şəkli olan uzunsov şüşəni gətirdi. Şiko 2 qədəh şərab doldurdu. Buyurun, dadına baxın, həqiqətən əladır dedi. Qoca qarı tələsmədən içməyə başladı. Kiçik qurtumlarla içir, bu həzzi uzatmağa çalışırdı. Qədəhi boşaltdı. Dili ilə damcını yalayıb elan etdi. Hə, əladır. Bu kəlməni deyib bitirməmişdi ki, Şiko ona yenə şərab süzdü. İmtina etmək gec idi. Qadın ikinci qədəhi də elə birinci kimi ləzzətlə, həzzi uzadaraq içdi. Meyxanaçı Şiko 3-cü qədəhi içməsi üçün onu dilə tuturdu. Lakin qadın imtina edirdi. Adamsa təkidlə dedi. Axı bu sadəcə südə bənzəyir. Mən 10-12 qədəh içirəm. Heç bir təsiri yoxdur. Nə başa, nə mədəyə bir ziyan vurmur. Sağlamlığa bundan xeyirli heç nə yoxdur. Qoca qarı çox içmək istəmirdi və yarım qədəhə razı oldu. Elə bu zaman Şiko geniş qəlblə dedi. Bilirsiniz nə var? Əgər şərab ürəyinizcə olubsa, mən sizə kiçik çəllək şərab gətirərəm. Siz özünüz də görəcəksiniz ki, mən sizə necə bir dostam. Simiclik etməyib sizin üçün bunu edərəm. Qoca qarı imtina etmədi. Biraz sərxoş halda oranı tərk etdi. Səhəri gün Şiko Magluar bibinin həyətinə 2 təkərli arabası ilə gəldi və kiçik, dəmirlə bərkidilmiş çəlləyi düşürdü. Həmin dünən içdiyi üzüm şərabı olduğunu təsdiq etmək üçün Magluar bibini içindəkinin dadına baxmağa məcbur etdi. İkilikdə
3 qədəh şərab içdikdən sonra bu sözlərlə oranı tərk etdi. Bilirsiniz nə var? İçib çəlləyi bitirsəz, yenisini sizə gətirərəm. Simiclik etməyib bunu sizin üçün edərəm. Nə qədər tez içib bitirsəz, mənə o qədər xoş olar. Adam qoca qarının yanına 3 gündən sonra geri döndü. Qoca qarı qapı önündə durub nahar üçün çörəyi doğrayırdı. Şiko salamlaşdıqdan sonra onun nəfəsini duymaq üçün qadının üzü tərəf əyildi. Qoca qarıdan içki qoxusu gəlirdi. Adam sevinib soruşdu: "Mənə bir qədəh şərab ikram edərsinizmi?" Və onlar ikilikdə 2 və ya 3 dəfə qədəhlərini bir-birinə vurub şərab içdilər. Bir müddətdən sonra söz-söhbət gəzməyə başladı ki, Magluar bibi evdə tək oturub içirmiş. Onu gah mətbəxdə, gah həyətdə, gah ətraf yollarda yıxılmış vəziyyətdə tapırlar və evə sərxoş halda gətirirlərmiş. Şiko fermaya daha getmirdi və ona qoca qarı haqda kimsə nəsə deyən zaman kədərli sifətlə "Gör, necə bir bədbəxtçilikdir. Onun bu yaşında belə bir şeyə alüdə olmaq olarmı? Aydın məsələdir ki, qocadır, gücsüzdür. Bir bədbəxtlik baş verməsin." Və həqiqətən bədbəxtlik baş verdi. Elə həmin ilin qışı, yeni il öncəsi, sərxoş qoca qarı qarın üzərinə yıxılaraq donub ölmüşdü. Vəkil və Şiko onun fermasına sahib oldu. Sarsaq qarı, əgər içməsəydi, hələ 10 il yaşayacaqdı, deyə meyxanaçı Şiko düşünürdü.